Bugünkü videoya başlamamışdan əvvəl bildirmək istəyirəm ki, kanal statistikasına baxdıqda görürük ki, əksər izləyicilər videoları izləsələr də kanala abunə olmurlar. Bunun üçün bir daha xatırlatmaq istəyirəm ki, əgər videolar işinizə yarayırsa, videolara davamını görmək istəyirsinizsə, yeni videolardan vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub bildirimləri açın və beləliklə videolar paylaşdıqda anında xəbəriniz olsun. Bugün bir klaviatura tətbiqi haqqında danışacağım. Mənim üçün telefonun öz klaviaturası rahat deyil. Mən onunla çox rahat yaza bilmirəm. Çox funksiyalıdır, ancaq yenə də necə deyirlər, əlimə yatmır. Bunun üçün uzun illər əvvəl klaviaturalar arasında axtarış etdim, bir-bir yükləyib test etdim və bir tətbiqdə dayandım. Həqiqətən mənim üçün çox rahat oldu. Tətbiqin adı Flex-dir. Əksəriyyətiniz eşitmiş olarsınız, bəlkə də istifadə edənlər də az deyil. İstifadə eləməyənlər üçün tətbiqi quraşdıraq. Bu klaviaturada Azərbaycan dili dəstəyi yox idi. Mən uzun müddət gözlədim ki, bəlkə dəstəyi gələcək, ancaq Azərbaycan dili əlavə olunmurdu. Mən mail ilə həmin şirkətə müraciət elədim və mənə cavab gəldi ki, mən onların forumunda bu barədə mövzu açmalıyam və bir növ imza toplama kampaniyası kimi bir şey olmalıdır. Ekranda gördüyünüz bu mövzunu mən açdım. Bir neçə dost tanışın telefonu ilə də imzanı topladıq. İlk öncə bunu aktiv eləməliyik. Flexini aktiv edin. Biz aktiv edirik. Bu bölmədə Flexini seçirik, təsdiqləyirik. Aktivləşdikdən sonra ikinci addımda bu klaviaturanı seçirik. Burada da Samsungu dəyişirik Flexiyə. İcazə istəyir, icazəni də veririk. Və burada tətbiq haqqında məlumatlar səhifəsi. Azərbaycan dilini əlavə edək. Azərbaycan dilini əlavə elədik. Və gördüyünüz bu hissədə biz az en aşağı hissədə Azərbaycan və İngilis dilinə keçidi bizə göstərir. Buradan görünüş bölməsindən ölçüsünü dəyişə bilərik. Hal-hazırda orta ölçüdədir, medium. Siz zövqünüzə görə böyük və balaca da eləyə bilərsiniz. S seçsək, baxaq görək necə görünür. Biraz ölçü kiçildi. Və L seçsək, ölçü böyük olacaq. Yazmaq sizə necə rahatdırsa, o qaydada ölçünü seçə bilərsiniz. Məndə M ölçüdədir, orta ölçü bəs edir. Daha sonra burada şriftin seçə bilərsiniz necə göründüyünü. Burada görüntü ayarları, digərləri də var. O qədər də vacib ayarlar deyil. Zövqünüzə görə dəyişə bilərsiniz. Əsas ayarlardan biri burada yazı ayarlarıdır. Birinci bölmədə hərfi çıxdıqda, sıxıb saxladıqda rəqəmlər və simvollar açılır. Onu bizə göstərir. Bu aktivdir. Buradan bağlaya bilərsiniz. Birinci bölmədə göstərir ki, əgər hər hansısa hərfin üzərinə sıxıb saxlasaq, o rəqəm və simvollara keçid edəcək. Bunun olmasını istəyirsinizsə aktiv saxlayın və bağlaya da bilərsiniz. İkinci bölmədə göstərir ki, boşluq düyməsinə 2 dəfə basdıqda nöqtə əlavə olunur. Üçüncü bölmədə göstərir ki, nöqtə qoyduqda avtomatik boşluğu özü verəcək. Son bölmədə isə göstərir ki, böyük və kiçik hərfləri klaviaturda görünür. Bunu əgər axırıncı bölməni bağlayarsınızsa, gördüyünüz bütün şriftlər böyük formada görünəcək. Bunu bağlasaq, yazsaq da bütün hamısı görüntü olaraq klaviaturda böyük görünür. Ancaq açıq olduqda, adi yazı qaydasında böyük hərfləri yazdıqda böyük. İndi sözün birinci hərfi böyük olacağı üçün yazdıq və görüntü olaraq hər biri balacaya keçdi. Bu hissədə yazıda əgər səs istəyirsinizsə, düymələrə basdıqda səs gəlsin.
onu seçə bilirsiniz. Bu bölmədə sound tip bölməsində isə hansı səs eşidilsin yazdıqda bir neçə səs növü var. Yazı klaviatura səsləridir, onu seçə bilərsiniz. Mövzular bölməsində mövzunu seçə bilərsiniz, görüntünü. Əksəriyyəti burada ödənişlidir. Aşağıda bu bölmədə gördüyünüz bunlar pulsuzdur. Bu gördüyünüz qələm işarəsini seçdikdə isə özünüz mövzu yarada bilərsiniz. Burada birinci bölmədən, choose yazılan hissədən seçdikcə sizin qaleriyanız açılır və oradan arxada fon olaraq hansı şəkili əlavə eləmək istəyirsinizsə, onu seçirsiniz və növbəti addımlarda yazı tipini və digər bir neçə asan ayarı eləməklə öz mövzunuzu da yarada bilərsiniz. Əlavələr bölməsində isə burada əsas olaraq rəqəmləri bura əlavə eləməliyik. Üzərinə bir dəfə vurduqda add düyməsini seçirik və rəqəmlər əlavə olunur. Bu günlük bu qədər. Növbəti videolarda görüşərik.